Qarlı hava davam edir. Belə ki, sabah da qar gözlənilir. Gündəm xəbər nefrində 20 yanvar tarixidir və yanvarın 21-nə olan günün hava haqqında məlumatına Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, Bakı və Abşeron yarımadasında sabah hava şəraiti arabir yağıntılı olacağı və qar yağacağı gözlənilir. Qeyd edilir ki, gündüz yağıntılar tədricən kəsiləcək, arabir güclənən şimal-qərb küləyi gündüz isə bir qədər zəifləmiş olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz isə 2-4 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarına gəlincə bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə isə intensiv olma ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək, bəzi yerlərdə isə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz isə 3-6 dərəcə isti olacaq. Dağlarda isə gecə 10-15 dərəcə, xüsusilə yüksək dalğa ərazilərdə isə 17-22 dərəcə şaxta, gündüz isə 3-8 dərəcə şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağ ətəyi rayonlarda isə yolların buz bağlama ehtimalı var.